Hansı mərtəbədə yaşayırsınız? Bunun sağlamlığınıza necə təsir etməsi barədə düşünmüsünüzmü? Sizi narahat edən simptomların bununla əlaqəsi ola bilərmi? Sonadək izləyin ki, mümkün potensial təhlükədən özünüzü, ailə üzvlərinizi qoruyasınız, seçim etdikdə düzgün qərarlar verəsiniz. Kanala abunə olmağı unutmayın. Unutmayın ki, yeni məlumatları, sizə faydalı tövsiyələri qaçırmayasınız və bir çoxlarının da izləməsinə vəsilə olasınız. Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Sizinlə tibb üzrə fəlsəfə doktoru Fəxrəddin Əfəndiyevdir. Mövzumuz, yaşamaq üçün hansı mərtəbə ən təhlükəsizdir? Razılaşın ki, mənzil seçərkən, düşündüyümüz ən son şey hansı mərtəbənin sağlamlığımız üçün daha əlverişli olmasıdır. Yaxşı halda rahatlığımız, pəncərəsindən açılan gözəl mənzərə, prestijli olması ön plana çəkilir. Halbuki mənzilin yerləşdiyi hündürlük, bu və ya digər dərəcədə yaşam keyfiyyətinə və əlbəttə ki, insan sağlamlığına təsir göstərir. Həm aşağı, həm də yuxarı mərtəbələrin öz çatışmazlıqları var. Onlardan hansı daha zərərlidir və ümumiyyətlə zərərlidirmi? Daha ətraflı nəzərdən keçirək. Bəziləri aşağı mərtəbələrdə yaşamağı tərcih edir. Pəncərədən küçə aydın görünür və heç yerə qalxmaq lazım deyil. Fövqəladə hallarda evi rahatlıqla tərk etmək imkanı var. Hündür mərtəbələrə üstünlük verənlər isə açılan gözəl mənzərəyə, yad adamların pəncərənizə baxmaq və ya mənzilinizə daxil olmaq imkanının məhdud olmasına dəyər verir. Bəs hansı variant sağlamlığımız üçün əlverişlidir? Aşağı mərtəbələrdə yaşayanlar tez-tez tənəffüs sistemi xəstəliklərindən və enmiş immunitetdən əziyyət çəkirlər. Yuxarı mərtəbələrdə yaşamağı üstün tutanlar isə daha çox baş ağrılarından, əsəb gərginliyindən, qeyri-stabil arterial təzyiqdən şikayətlənirlər. Mütəxəssislərin fikrincə, birinci və ya ikinci mərtəbədə yaşamaq rütubətli, çox vaxt kif göbələkləri ilə zəngin zirzəmiyə yaxın olmasına görə təhlükəlidir. Bundan başqa, yaxınlıqda olan magistraldan keçən və yaxud evin yaxınlığında parklanmış avtomobillərin mühərrik qazları, ilin isti günlərində asfaltdan qalxan toz və buxar da sağlamlığa mənfi təsir göstərir. Bu aqressiv maddələrə qarşı orqanizmimiz, əsas etibarı ilə xroniki xəstəliyi olan və ahıl yaşlı adamlar müqavimət göstərə bilmir. Nəticədə aşağı mərtəbədə yaşayan adamın orqanizmində karbon oksidi, aldehidlər, kükürt, ağır metallar toplanır. Bu, yaxın və ya uzaq perspektivdə ağciyər sisteminin, yuxarı tənəffüs orqanlarının xroniki xəstəliklərinə, vazomotor rinit, hətta bronxial astmanın inkişafına yol açır. Habelə, aşağı mərtəbədə yaşayış immuniteti zəiflədir. Bunun nəticəsi olaraq insan tez-tez və davamiyyətli respirator xəstəliklərdən və ümumi zəiflikdən əziyyət çəkir. Evin ətrafında çoxlu tikillər varsa, çox zaman bu belə də olur. Havanın sirkulyasiyası zəifləyir. Nəticədə toz və adı çəkilən mühərrik qazları uçub getmir. Uzun müddət eyni yerdə qalır. Tədricən onların konsentrasiyası, eləcə də havanın tərkibində zərərli maddələrin faiz nisbəti artır. Zəif respirator aparata malik, allergiyaya meyilli və digər xroniki xəstəlikləri olan adamlar üçün bu heç də yaxşı bir şey vəd etmir. Bundan başqa, aşağı mərtəbələrdə, yaxınlıqda olan ağac və tikillər səbəbi ilə qaranlıq olur. Günəş şüalarının belə mənzillərdə məhdudluğu, orada yaşayanların tək fiziki vəziyyətinə deyil, həm də psixoloji vəziyyətinə neqativ təsir göstərir. Aparılan tədqiqatlarla müəyyən edilmişdir ki, birinci mərtəbədə yaşayanlarda xəstələnmə riski 8-ci mərtəbədə yaşayanlara nisbətən 22% yüksəkdir. Belə ki, onlarda respirator xəstəlikdən ölüm riski 40%, ağciyər xərçəngindən 22%, ürək-damar xəstəliklərindən ölüm riski isə 35% çoxdur. Yuxarı mərtəbələr də o qədər təhlükəsiz deyil. 7-ci mərtəbədən yuxarı mərtəbələr sənaye dumanına məruz qaldığına görə təhlükəli ola bilər. Ekstremal yüksək mərtəbələr 20-ci mərtəbədən yuxarı
havanın kondensə edilməsi sisteminin xüsusiyyətinə görə sağlamlıq üçün çox da əlverişli sayılır. Belə mənzillərdə adətən daha quru hava olur. Yüksək mərtəbələrdə həm də atmosfer təzyiqi dəyişkənliyi müşahidə olunur. Bütün bu faktorlar sağlamlıqla əlaqəli bir çox problemlərə təkan verə bilər. Panik həmlələr, yuxusuzluq, həyəcan, baş ağrıları, yuxarı tənəffüs orqanların xəstəlikləri və s. İlk növbədə mərkəzi sinir sistemi pozğunluqları ön plana çəkilir. Bunlar müxtəlif yuxu pozğunluqları, artmış oyanıqlıq, əsəb gərginliyi, qıcıqlanma, depressiya, yaddaş problemləri, süstlük və ümumi zəifliklə biruzə verir. Bundan başqa yuxarı mərtəbələrdə yaşayış, iri damarların və ürəyin tonusunun pozğunluqlarına, arterial təzyiqlə bağlı problemlərə və qarın nahiyəsində ağrılara səbəb ola bilər. Təbii ki, yuxarı mərtəbələrdə yaşayışla bağlı bütün bu sağlamlıq üçün təhlükələr bir anda biruzə vermir. Belə əlverişsiz şəraitdə uzun müddət qalmaq şərtdir. Həm də insanların hamısı eyni dərəcədə həssas deyil. Adamlar var ki, illərlə göydələnin ən yüksək mərtəbəsində kifayət qədər komfortlu yaşayırlar. Akrofobiya, yəni yüksəklikdən qorxu hissi və yuxarı mərtəbədə yaşayış uyuşmaz anlayışlardır. Yerdən ayağının üzülməsi zamanı qorxu hissi keçirən adam yüksək mərtəbələrdə daim stres keçirəcək. Təbii ki, bir müddət sonra bu bir sıra ciddi fizioloji problemlərə gətirib çıxaracaq. Hətta yüksəkliyə normal reaksiyası olan adamlar belə, vaxtaşırı diskomfort hissi keçirə bilər. Belə ki, insan üçün yüksəklikdə yaşamaq təbii hal deyil və bu orqanizmdə bu və ya digər formada neqativ reaksiyalarla biruzə verəcək. Bəs hansı mərtəbələr ən təhlükəsizdir? Optimal variant 3-7-ci mərtəbələr sayılır. Çalışın, sağlam qalın. Unutmayın ki, sağlamlığınız öz əlinizdədir.